Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. 18 yanvar 2026-cı il tarixində uğur kurslarında buraxılış imtahanı keçirilmişdir. Onun süniflər üçün olan sınavın riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. 31-ci sualda deyir ki, 8-ə 9-a 10-a böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural rəqəmlərin cəmini tapın. Bunu tapmaq üçün demək əkop 8, 9, 10-u tapıb üzərinə 2 əlavə eləməliyik. 8, 9, 10'a əkobda tapmaq üçün bunlar vuruqlara ayıracağıq. Demək 8, 2'yə 4, 2'yə 2, 2'yə 1, 9, 3'ə 3, 3'ə 1, 10, 2'yə 5, 5'ə 1. Vuruğun birini tam götürüb digərindən də çatışmayanları ilə 3 yoxdur deyə 3'ü də. Buradan da bir 5'i götürəcəyik. Bu deyəcək ki 8 vur 5, 40, 40 vurulsun 9, 360. Demək əkobları olacaq 360, üstə gəl 2 də 362 olacaq. Demək 362. Bunu deyir rəqəmlərinin cəmi. 3 üstəgəl 6 üstəgəl 2. Bu da bizə 11 verəcək. Yəni doğru cavab A variantı olacaq. Ayın ədədi silsiləsində A1 3 D2 olarsa ilk 12 ədədin cəmini tapın. Ədədi silsilədə cəm düsturu demək A1 plus ayın bölü 2 vur n də var. Ayının yerinə ayının düsturunu yazsaq n olar 2A1 plus D vurulsun n çıx 1 bölü 2 vur n. Burada S11 12 dediyinə görə n'lərin yerinə 12 qoyuram. 2A1 plus 12'dən 1 çıxanda 11D bölü 2 vur 12. İndi A1 və D olduğuna görə qiymətlərin yerinə yazıram. A1 3'dür, 2'yə vuranda 6 eləyəcək. D2'dir, 11'ə vuranda 22 eləyəcək. Bölü 2 vur 12. Bu da 2 ilə 12 gələcək 6 dəfə. 22 üstünə 6 gəlir. 28 vurulsun 6. 28'i de 6'ya vuranda 6, 8'in 48, 4 ya da 12 o da 4, 16, 168 yani doğru cevap B variantı olacaq. Bərabərsizliyini deyir həll edin. Bu bərabərsizliyi həll etmək üçün interval üsulundan istifadə edəcəyik. Vurğuların hər birini sıfıra bərabərləməklə həmin bərabərsizliyin sərhəd nöqtələrini tapa bilərik. 1 eləyəcək, buradan da 2 eləyəcək. Sərhəd nöqtələr 0, 1, 2 olacaq və intervallara ayırıb ən sağa müsbət, mənfi, müsbət, mənfi. Yəni cüt dərəcəli qüvvət olmadığına görə işarələr təkrarlanacaq. Müsbət, mənfi olaraq təkrarlanacaq. Buradan bizdən kiçikləri istəyir, yəni mənfi araqlar istəyir. Cavabımız mənfi sonsuzdan 0. Bir də burada mənfi aralıq var. 1-dən 2-yə kimi. Yəni mənfi sonsuzdan 0. 1-dən 2-yə B variantı olacaq cavabımız. Növbəti sual. 34-cü sual ifadəsinin qiymətini hesablayın. 7,9'da 1 vurulsun 1,8'e 1, 1,98 vurulsun 1,8'e 1. Dikkat etsək, ortaq vuruğu var 1,8'e 1. Bunu mütərizə xaricine çıxarsaq, yerdə qalacaq 7,9'da 1, üstə gəl 1,9'da 8. Bunu 1,8'də 1'i düzgün olmayan gətirsək, 8'də 9 eləyəcək, vurulsun. Bunu da toplayanda 7 tam üstünə 1 tam gələcək, 8,9'da 9. 8,9'da 9'da elə 9 tam deməkdir. Bu da eləyəcək 8'də 9, 9'un 81. Yəni 10 tam 8'də 1. Yəni B variantı olacaq doğru cavab. 35. Deyir, Aysun riyaziyyatdan ev tapşırığının 20'sini yazdıktan sonra məlum oldu ki, ev tapşırığının 40%'ni yazıb. Aysun daha neçə tapşırıq yerinə yetirməlidir ki, bütün tapşırıqlar da yazmış olsun. Bütün tapşırıqlar yazmış olsun. Demək, Aysun'un yazdığı tapşırıqlar ümumi tapşırıqların 40%'dir. Demək belə deyək, ümumi tapşırıq X götürürəm. Onun 40%-i 20'yə bərabər olacaq. Buradan alıram ki, X 50 eləyir. Demək 50 dənə ümumi tapşırıq var imiş. Aysun isə onun 20'sini yazıb. Bizdən soruşur ki, bütün tapşırıqları yazmış olması üçün daha neçə? Daha dediyinə görə qalanlar soruşur. Yəni 50 çıxılsın 20, 30 tapşırıq. B variantı olacaq. Növbəti suala keçid edək. 36. Məxrəci 40 olan düzgün kəsilərdən neçəsi ixtisar olunmayandır? Demək, məxrəci 40 olan düzgün kəsilərdən neçəsinin ixtisar olmayan olmasını tapmaq üçün, yəni 40-la ortaq böləni olmayanları soruşur bizdən. Onun üçün 40-dan kiçik, 40-la qarşılıqlı saat 10 ədədlərin sayını tapmaq üçün düstur var, ondan istifadə edəcəyik. Birinci vurğuları ayıraq. 22'ye 10, 2'ye 5, 5'e 1. Demək 40 vurulsun, 1 çıxılsın, 2'də 1, bir də 1 çıxılsın, 5'də 1. Müxtəlif vurğuları yazmalıyıq. Bu deyəcək 40 vurulsun, 2'də 1 vurulsun, 5'də 4.
Bu da 2 5'in 10 eləyir, 0-dan gedəcək 4 4-ün 16. Demək 16 ədəd 40 ilə qarşılıqlı sadə olan ədəd var. 40-dan kiçik. Bizdən soruşur ki, neçəsi ixtisar olunmayandır? Yəni ixtisar olunmayan olması üçün həmin ədədlər qarşılıqlı sadə olmalıdır. Demək doğru cavab A variantıdır. Əgər desəydi ki, neçəsi ixtisar olunandır, bu zaman məxrəci 40 olan düzgün kəsirlər 39 ədəd olduğuna görə 39-dan 16 çıxıb 23 yazardıq. 39-dan 16 çıxıb 23 yazardıq. Doğru cavab C olardı, əgər ixtisar olunanları soruşsaydı. Növbəti 37-ci suala diqqət edirik. Ədədinin tərtibini tapın deyir. Ədədinin tərtibini tapmaq üçün onu standart şəklə gətirmək lazımdır. Standart şəkil ədəddə də qiymətli hissə və tərtib olur. Qiymətli hissə 1-10 aralığında 1 ala bilir, 10 ala bilmir. Demək biz bu ədədi elə eləməliyik ki, bu 1-10 aralığına düşsün. 2026-nı 2 tam 1000-də 26 kimi yazıb 10 üstü. Burada 1, 2, 3, 4, 5, 6, 7 ədəd. 2-dən sonra 7 ədəd rəqəm qaldığına görə 10 üstü 7 yaza bilərik. Bu da qiymətli hissəsi 2 tam 1000-də 26, tərtib isə 7-yə bərabər olacaq. Bizdən tərtib istəyir, ona görə doğru cavab D olacaq. Çox hədlisinin sərbəst həddini tapın deyir. Çox hədlinin ümumiyyətlə sərbəst həddini tapmaq üçün dəyişənləri 0, dəyişənlər yerinə 0 yaza bilərsiniz. Gedər, qalar nə? 3-ün kvadratı vur 1 üstü 50. 3-ün kvadratı 9 eləyir. 1 üstü 50-də 1, o da eləyəcək doğru cavab 9 A variantı. 39-cu sualda deyir, B-in həndəsi hissəsində B1 bu, kübü olarsa B6-nı tapın. B6-nı B1 ilə ifadə eləsək, B1 vurulsun 2 üstü 5 yaza bilərik. Yəni 4 vurulsun 2 üstü 5. Deyir, 4 vurulsun 2 üstü 5, 32 eləyir. 32-ni də 4-ə vuranda 128, yəni doğru cavab D variantı olacaq. 40-cı sual deyir, tənliyinin böyük kökünü tapın. X plus 1 bölü x bərabərdir 7 tam 7-də 1 tənliyinin böyük kökünü. Burada diqqət eləsək, yəni bu misal düzdür. Ortaq mənazə gətirib çarpaz vurub x-i tapa bilərsiniz. Amma bu cür də tapa bilərik. X ilə 1 bölü x tərs ədəd olduğuna görə, sağdakı ədəddə tərs ədəd, tamla kəsr hissəsi tərs ədəd olduğuna görə, burada x ya 7-dir, ya da 7-də 1-dir. Yəni x ilə 1-dir. Böyük kökünü soruşur. X ilə 1 deyəndə, yəni x-i də ola bilər daha doğrusu. 7 ilə 7-də 1, əlavə kökü yoxdur burada. 7 ilə 7-də 1 olduğundan böyük kökün istəyir, demək doğru cavab 7 olacaq. Demək B variantı. Sonra növbəti sual. 41-ci sual. Mərkəzi bucağı 36, radiusu 5 olan dairə sektorunun sahəsi. Sektorun sahəsi S bərabərdir pi r kvadratı vurulsun alfa bölünsün 360. Burada alfa mərkəzi bucağıdır. Pi vurulsun r kvadratı. 5-in kvadratı 25 eləyəcək. Alfa 36 dərəcədir. Mərkəzi bucağı 36 bölünsün 360 dərəcə. Burada 36 ilə 360 gedəcək, 10 dəfə düşəcək. 10 ilə 25 gedir 5-ə 2 dəfə, 5 dəfə. 5 pi bölünsün 2, yəni S bərabərdir 2,5 pi kvadrat santimetr. Doğru cavab C variantı olacaq. Növbəti 42-ci sual. Bərabəryanlı üçbucağın yan tərəfinə paralel olan orta xətt. Demək, bərabəryanlı üçbucaqdır. Yan tərəfə paralel olan orta xətt əgər 5-dirsə, onda yan tərəf 10 olacaq. Çünki orta xətt paralel olduğu tərəfin yarısıdır. Onda bərabəryanlı olduğuna görə burada 10 olacaq. Perimetri 35-dirsə 10, 10, 20, bura qalacaq 15. Oturacağı deyir, tapın 15, doğru cavab D variantı olacaq. Ədədinin tam hissəsini tapın deyir. 3 köklü 7 ədədinin tam hissəsini tapmaq üçün əvvəlcə 3-ü kökün altına salarıq, 9 kimi girər. Bu da 9, 7-nin 63. 63 də 64-dən kiçik elədiyinə görə 64-dən 8 çıxır axı. Bu demək 7 tam nə qədərdir? Tam hissəsi 7 olacaq B variantı. 44. 2 rəqəmli ədədin 40% onun rəqəmlər cəminə bərabər olarsa bu ədədi tapın. Demək 2 rəqəmli ədədi AB götürürəm. Deyir, ədədinin 40%, demək 2 rəqəmli ədədinin 40%. 40% deyəndə yəni vururuq 40-a, bölürük 100-ə. Demək 2 rəqəmli ədədin 40% bərabərdir onun rəqəmlərinin cəminə, yəni A ilə B-nin cəminə. 40 ilə 100-ü ixtisar edirəm, bu 5-də 2 eləyir, yəni 20-yə gedir ixtisar. Çarpaz vursam 2 vurulsun AB bərabərdir 5 vurulsun A plus B. AB-nin açılışı 10A plus B-dir. Bunun açılışı 10A plus B-dir. 2-ni vuranda eləyəcək 20A. Üstə gəlsin 2B. Bərabərdir. 5-i də sağ tərəfə vurub atsaq 5A plus 5B alınır. 20A'dan 5A'nı çıxsam 15A bərabərdir. 5B'dən də 2B'ni çıxsam 3B eləyəcək. 3-ə ixtisar etsəm 5A bərabərdir B alınır. Burada da A1, B5 olacaq. Yəni ikinci hal yoxdur. Çünki 2 misil götürsəm əgər B10 olar. Ona görə bu da rəqəm olduğuna görə doğru olmaz. Demək, həmin ədəd AB olduğuna görə 15 imiş. Növbəti suala keçirik. 45-ci sual. Bizə deyir M1 və M2 çoxhədlərinin dərəcələri uyğun olaraq 3 və 4-dür. Demək, çoxhədin dərəcəsinin 3 və 4 olmasını istəyir. Bu çoxhədin dərəcəsini tapın.
M1 və M2 çoxhəddilərin dərəcələri 3 və 4 olduğuna görə biz M1-in çoxhəddilisini x üstü 3 qəbul etsək, M2-ni x üstü 4 qəbul edib və yerinə yazsaq, onda x üstü 3 üstəgəlsin x üstü 4-ün üstü 5 olacaq. Bu çoxhəddinin dərəcəsini bizdən soruşsa, biz də bilirik ki, çoxhəddinin dərəcəsini tapanda onda olan bir hədlərdən ən böyüyünün dərəcəsi götürülür. Əgər x kubu üstəgəl x üstü 4-ün açılışın üstündə 5-i açsaq, x kubu daha kiçik dərəcələr verəcək. Ona görə ən böyük dərəcə x üstü 4-ün qüvvətində 5 olan alınacaq. Yəni bu çoxhəddinin dərəcəsi x üstü 4 üstü 5 olacaq. Yəni x üstü 20. Yəni ən böyük dərəcə 20 olacaq. Demək cavab 20 olacaq. Burada x kubu həm bir hədlidir, həm də çox hədlidir. Ona görə də x kubu yazmağınızda heç bir problem yoxdur. Növbəti suala keçid edək. Deyir, a üstəgəl 1 bölü a bərabər 4 olduğunu bilərək, a kvadrat üstəgəl 1 bölü a kvadrat ifadəsinin qiymətini hesablayın. Bunu biz müxtəsər vurma düsturuna əsasən a plus 1 bölü a-nın kvadratı çıxılsın 2 vurulsun, a vurulsun 1 bölü a kimi yazsaq. Buradan a plus 1 bölü a 4'dür. 4'ün kvadratı çıxılsın 2. A'lar gedir burada. 16 çıx 2, o deyəcək 14. Demək, doğru cavab 14 olacaq. 47. Deyir, tənliyinin A parametrinin hansı qiymətində həlli yoxdur. AX bərabərdir 5 şəklində olan tənliyin həllinin olmaması üçün A0, B0-dan fərqli qiymət almalıdır. Bunun üçün də, yəni A bərabərdir 5 olmalıdır. Bu tərəf, yəni A plus 4 fərqlidir, 0 olmalıdır. Həqiqətən də A 5 olanda, onsuz da A mənfi 4-dən fərqli qiymət alır da. Ona görə də bu tənliyin həllinin olmaması üçün həqiqətən də A 5 olmalıdır. Demək, A 5 olan halda bu tənliyin həlli olmayacaq. Məsələn, bu sualda bizdən soruşsaydı ki, A-nın hansı qiymətində tənliyin sonsuz sayda həlli var, deyəcəkdik heç bir qiymətində. Yəni, burada elə bir A sonsuz sayda həllin olması üçün də sağ və sol tərəf eyni zamanda 0 olmalıdır. Bu da A-5 və A plus 4-ün eyni zamanda 0 olması mümkün deyil. Ona görə də heç bir qiymətli olar. Demək, burada həllinin olmamasını istəyirsə, demək, doğru cavab A bərabərdir 5 olacaq. 48. Tənliyini həll edin. Bu tənliyi həll etmək üçün bu dəyişən, yəni kök 6 ifadəyə bir x kimi baxırsınız. Yəni x bərabərdir 6 çıxılsın 4 olacaq da. Yəni bu olacaq ki, kökdə x minus 5. 6 çıxılsın 4 2 eləyəcək. Buradan 2'lər gedəcək. X minus 5 bərabərdir 1. X bərabərdir 1 üstəgəl 5 6 olacaq. Yəni 1 olduğuna görə kvadrat yüksəltdik. Kökdən azad oldu. 1 kvadratı 1 edir deyə bu cür yazıq. X minus 5 bərabər 1, x bərabər 6 olacaq. Doğru cavab 6. Sonra ətraflı suallara keçid edirik. 49. Demək, uşaqlar, burada diqqət edirik kökün dərəcəsi ilə qüvvət eyni olduğuna görə, demək, çölə çıxan ədəd mütləq modulda olmalıdır, yəni müsbət olmalıdır. Buradan elə kökdə 5 minus kökdə 2-ni modulda çıxardıram. Burada da tək dərəcədən olduğuna görə burada dəyişmək olmaz. Buradan da kökdə 2 çıx kökdə 5 kimi çıxarmalıyıq. Modulda kökdə 5 minus kökdə 2, yəni müsbətliyini araşdırırıq. Kökdə 5 kökdə 2-dən böyük olduğuna görə elə olduğu kimi çıxacaq. Burada da olduğu kimi açılmalıdır mütləq. Çünki tək dərəcədən olanda biz modulda çıxarda bilmərik. Buradan kökdə 5-lər gedəcək. Kökdə 2-lər də hətta gedəcək. Cavab 0 qalacaq. 50-ci suala baxaq. Demək, 50-ci sualda 2 dənə modulun cəmini 0 verib. Modulların cəmi o vaxt 0 var ki, özləri ayrıqda 0 olsun. Yəni x plus y minus 8 də 0 olsun. 2x minus 3y plus 9 da 0 olsun. Tənqid sistemindən x, y-i tapaq. Buradan x plus y bərabərdir 8. 2x minus 3y bərabərdir mənfi 9 şəklində də yaza bilərik. Və bunu y-i yox eləmək üçün birincini 3-ə vururam. 3-ə vuranda bu eləyəcək 3x plus 3y bərabərdir 24. Aşağıdakı da 2x minus 3y mənfi 9 kimi qalacaq. Tərəf-tərəf toplayanda y-lər gedəcək. 5x demək 3x üstəgəl 2x 5x bərabərdir. 24-ün üstünə mənfi 9 gələndə bu bizə verəcək 15. X olacaq 3. X 3 olandan sonra aparıb x üstəgəl y bərabər 8-də yerinə yazsaq 3 üstəgəl y bərabərdir 8, y olacaq 5. Demək x 3, y 5. X, y hasili olacaq x vurulsun y, 3, 5'in 15. Doğru cavab 15 olacaq. Növbəti suala keçid edək. Bu 51-ci sual. 51-ci sualda deyir ki, ABC üçbucağında BD tənbüləndir. Demək, ABC üçbucağında BD tənbüləndir. Tənbülən bucağı yarıya bölür. AB 10'dur, BC 12'dir, AC 11'dir ümumilikdə, DC-ni istəyir. DC-ni istəyirsə, DC-ni x qəbul edirəm. AC əgər 11-dirsə,
Onda AD-yə qalır 11 çıxılsın x. Təmbilənin xassəsində də var ki, bu nisbətlər bir-birinə bərabərdir. Yəni 10 bölünsün 11 çıxılsın x bərabərdir 12 bölünsün x. Çarpaz vursaq 10x bərabərdir 12 vurulsun 11. Yəni 132 çıxılsın 12x. 12x sol tərəfə atsam 22x bərabərdir 132. X olacaq 6 dəfə. X 6. Bizdən x-i soruşurdu, elə 6 olacaq. 52-ci sual. Diqqət edək. Bərabərsizliyi həll edin. Ən böyük və ən kiçik tam əllərin cəmi tapın. Kök 6 kiçikdir olanda necə həll olunur? Kök 6. Bunu həll etmək üçün sistemdən istifadə edəcəyik. Bərabərsizlik sistemi. Bir dəfə kvartı yüksəldəcəyik. 4-ün kvartı 16. Bir dəfə də kök 6 ifadəni böyükdür, bərabərdir 0 götürüb həll edəcəyik. Buradan 2x kiçikdir 24, x kiçikdir 12 alınır. İkincidən də 2x böyük bərabərdir 8, x böyük bərabərdir 4 alınır. Demək, həllərin kəsişməsi olmalıdır. 4-dən böyük bərabərlər sağda, 12-dən kiçiklər isə solda. Kəsişmə olacaq 4, 12, 4 daxil, 12 yox, interval, yarım interval. Deyir, ən böyük və ən kiçik tam əllərincə, ən böyük tam əlli 11, ən kiçik tam əlli isə 4-dür. 11 üstə gəl 4, eləyəcək 15, doğru cavab. 53-cü sual. İlk n həddinin cəmi SN bu düsturu ilə verilən ardıcılığın 3-cü həddini tapın. Yəni 3-cü hədd A3. A3 tapmaq üçün A-ın bərabərdir SN minus SN minus 1 düsturundan istifadə edəcəyik. Çünki cəm düsturu veriləndə həddi tapmaq üçün bu düsturdan istifadə olunur. A3 bərabərdir S3 çıx S2. S3 odur ki, yəni düsturda n-in yerinə 3 qoyacağıq. S2 də odur ki, düsturda n-in yerinə 2 qoyacağıq. Çünki 9 üçün 18, 20 eləyəcək. 4 üçün 8 üstə gəl ki, 10 eləyəcək. Bu deyəcək 20 çıxılsın 10, 10 doğru cavab 10 olacaq. 54-cü sual. Daxili bucaqların cəmi 1260 olan qabara çox uzan diaqonalın sayını tapın. Daxili bucaqların cəmi 180 vur n-2 düsturundan tapılır. 1260. Buradan sıfırlar gedəcək. n-2 bərabərdir. 126-nın 18-ə böləndə 7 dəfə n olacaq 9. Demək 9 bucaqlı imiş. Diaqonalların sayda n vurulsun n-3 bölünsün 2 düsturundan tapılır. N-in yerinə 9 qoysaq 9 vurulsun 9-a çıxanda 6 böl 2. Bu da 27 ədəd diaqonal verər. Və sonuncu 55-ci suala diqqət edək. Çevrə daxilinə çəkilmiş 4 bucaqlı. Demək, çevrə daxilinə çəkilmiş 4 bucaqlı. 3 ardıcıl bucağı 4, 5, 6 nisbətində. 4K, 5K, 6K nisbətindədir. 4 bucağın ən böyük bucağını tapın. Bilirik ki, çevrənin daxilinə 4 bucağı çəkilərsə, qarşı-qarşı olan bucaqların cəmi bir-birinə bərabər olur. 5K-sa, yəni 180 olmalıdır, belə deyək. 5K 10K eləyir, bu da 10K olmalıdır, bu da 5K eləyəcək. Onda 4 bucağın daxili bucaqların cəmi 360 dərəcə olmalıdır. Onda qarşı-qarşı olanların cəmi də 180 olar. 10K bərabərdir 180, K olar 18. K 18 tapandan sonra ən böyük bucağı istəyir. 6K-nı biz tapmalıyıq. 6 vur 18, o deyəcək 108. Doğru cavab 108 dərəcə olacaq. Belə dəyərli şagirdlər, dəyərli izləyicilər, bununla da videomuz sona etdi. Sağ olun, növbəti videoda görüşənədək.